Nöqtələrin yerinə uyğun gələnləri müəyyən edin. Tərkibində mütləq leksik şəkilçi olmalıdır. Gəl baxaq. Məlum növdə olan feillərin. Məlum növdə olan feillər quruluşuna görə həm sadə, həm düzəltmə, həm də mürəkkəb ola bilər. Sadə sözlərin tərkibində leksik şəkilçi olmur. Ona görə bir getdi. Məsələn, nümunə üçün yazıq ki, bura danışmaq feili. Danış sözün köküdür. Maq qrammatik şəkilçidir. Burada mütləq dediyinə görə bizdə mütləq leksik şəkilçi olmalı deyil. Sıra sayları. İnci şəkilçi vasitəsilə düzəlir və həmin şəkilçi leksik şəkilçidir. İsmin xüsusiyyətlərini daşıyan sifətlər. Yazıq ki, bura gözəllər. Gözəl sifəti ismin cəm şəkilçisini qəbul edib ismin xüsusiyyətlərini daşıyıb. Amma sifət mütləq ismin xüsusiyyətlərini daşıyanda ismin şəkilçisini qəbul etməlidir deyə bir şey yoxdur. Hal-hazırda görürük ki, sözdə leksik şəkilçi yoxdur. 3 də getdi. Eyniköklü sözlər. Eyniköklü sözlər mütləq düzəltmə sözləri olmalıdır. Düzəltmə sözdürsə ən azı tərkibində bir leksik şəkilçi var. Deməli, 4 də doğru cavabdır. 2, 4 cavab oldu E variantı.